bəli, həmşəhər, bəli. Şəhər məskunlaşması nə deməkdir? Şəhər məskunlaşma müəllim, əhalinin, yəni kəndlərdən şəhərlərin köçməsidir, yəni bir mərkəzdə toplanması. Şəhər, yəni iqtisadiyyat güclüdür, yəni iş yerləri falan. Yəni əhali bu səbəbə görə orada gecib, köçüb yaşayırlar da, elə deyək. Urbanizasiyalaşma. Şəhərin tərifi dedikdə nə başa düşülür? Nəyi müəllim? Şəhər deyəndə nə başa düşülür? Urbanizasiya müəllim, urbanizasiyalaşma. Ümumiyyətlə şəhər yaşayış məntəqəsinin tərifi necədir? Necə tərif edilir? Mən belə deyə bilərəm ki, iqtisadi, sosial baxımdan, təhsil baxımdan daha çox inkişaf etmiş, əhalinin kompakt şəkildə toplaşmış bir bölgəsi. Yaşayış bölgəsi. Yəni burada işləyən əhalinin əsas hissəsi yarıdan çoxu qeyri-kənd təsərrüfatı sahələrinə sahibdir. Amma əhalinin sayının ölkələr üzrə fərqliliyi müşahidə edilir da. Məsələn, Azərbaycanda şəhər əhalisi 5000 nəfərdən çoxdur. Tutaq ki, Yaponiyada 30 min. Düzdür? Bəli. Şimali Avropada 200 nəfər olan şəhər sayılır. Sonra Meksikada, ABŞ-da 2,5 min nəfər olan şəhər deyil. Sonra Yaponiyada 30 min nəfər şəhər deyil. Kanadada, Avstraliyada 1000 nəfər. Düzdür. Bəli. Yaxşı müəllim. Deyin görün mənə, urbanizasiya səviyyəsi hal-hazırda dünyada neçə faizdir? Urbanizasiya səviyyəsi 56% olmalıdır da. 56,7. Təxmini 57%, düzdür? Bəli. Yaxşı müəllim. Deyin görün mənə, urbanizasiya nə deməkdir ümumiyyətlə? Urbanizasiya mənim dediyim kimi də, yəni əhalinin kütləvi şəkildə kənddən şəhərlərə toplaşması urbanizasiyalaşma, şəhərləşmə deməkdir. Yəni şəhər əhalisinin çoxalması, şəhərlərin böyüməsi, şəhərlərin genişlənməsi, şəhər funksiyasının artması urbanizasiyadır. Aha. Urbanizasiya səviyyəsinə görə dövlətlər neçə yerə bölünür? Urbanizasiya yüksək urbanizasiya, orta bir də aşağı urbanizasiya səviyyəsinə malik olan ölkələr. Urbanizasiya səviyyəsi yüksək olan ölkələr hansılardır? Yüksək olan ölkələr mən məsələn deyə bilərik, inkişaf edən ölkələr deyə bilərik. Latin Amerikasında deyə bilərik, ölkələr var orada, bəzi ölkələr həmçinin inkişaf etmişlər, ABŞ, Kanada, Avropada məsələn Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya. Orta urbanizasiya səviyyəsinə malik olan ölkələr. Orta urbanizasiya məsələn Çini deyə bilərəm, Hindistan deyə bilərəm, Pakistan deyə bilərəm. İndoneziya, Hindçin ölkələri. İndoneziya, bəli, Konqo, Maliyyə, Nigeriya, Angola, Misirdir, Madaqaskardır bunlar. Bəs zəif urbanizasiya səviyyəsinə malik ölkələr? Zəif urbanizasiya məsələn Nigeriya deyə bilərəm, Çadı deyə bilərəm. Sonra Vyetnamdır, Laosdur, Vyetnam, Laos, Efiopiyadır. Mən bu Vyetnam, Laos nədir adı? Ortada vermiş, əslində ümumi Hind yarımadası ölkələri demiş deyəsən. Yox. Yox, bilirsiniz müəllim. Cənub-Şərqi Asiya ölkələrinin ən geri qalanı Laosdur. Hə. Laos ona görə. Mən biraz onu götürmüşdüm ki, yəni o ümumilikdə elə yazılmışdı, ona görə. Hə, bildim. Düz deyirsiz əslində Laos ən geri iqtisadi. Bax, Cənub-Şərqi Asiyadan Laosdur, Cənub-Qərbi Asiyadan ən geri qalanı Əfqanistandır. Hə, və o da ki, müharibə falan. Asiya çox geri qaldı. İqtisadiyyatda həddən artıq geridir. Yaxşı, urbanizasiyanın 3 əsas xüsusiyyəti var. Hansılardır? Birinci, ikinci, üçüncü xüsusiyyəti var. Birinci xüsusiyyətdə belə deyə bilərəm. Yəni şəhərləşmə var, ancaq ki, iqtisadiyyat zəifdir də deyə bilərəm. Əhalinin artım sürətinin yüksək olması. Bəli, yüksəkdir, iqtisadiyyat zəifdir orada, yəni. Aydın. Əsasən hansı ölkələrdədir? İqtisadiyyatı güclü olan ölkələrdir, zəif ölkələrdədir birinci xüsusiyyət. Bu zəif olan ölkələr deməli, lap zəif olan, yəni sürətlə artır, iqtisadiyyat zəifdir tərkibində. Aha, ikinci xüsusiyyət? İkinci xüsusiyyət deməli, əhali də artır, təsərrüfat da genişdir, yəni orada təhsil falan güclüdür. Üçüncü də ki, mənim aqlomerasiyalaşma, yəni bir əsas şəhərin nədir? Əsas şəhər ətrafında pek şəhərlərin toplaşması nəticəsində yaranmış aqlomerasiyalar. Nüvə şəhər nədir, pek şəhər nədir? Nüvə şəhəri, bəli. Nüvə şəhər nədir, pek şəhər nədir? Nüvə şəhəri müəllim, mərkəzdə məsələn Bakı aqlomerasiyası bizdə nüvə Bakıdır. Pek şəhər məsələn Sumqayıtı deyə bilərik. Bir də Xırdalan. Bəli, Xırdalan. Nüvə mərkəzi şəhərdir, pek isə onunla sıx əlaqədə olan kiçik şəhər və qəsəbələrdir. Birləşərək liman şəhəri olur, paytaxt olur. Aydın. Yaxşı, dünyanın ən böyük şəhər aqlomerasiyalarına hansılar deyə bilirsiniz? Dünyanın ən böyük şəhər ümumiyyətlə müəllim deyə bilərəm məsələn ki, Mumbay, İstanbul, sonra New York deyə bilərəm, London deyə bilərəm, Moskva deyə bilərəm. Tehran, Seul, Şanxay, Pekin bunlar. Şanxay, Pekin, bəli, Çində, Pekin. Aqlomerasiyaların çoxluğuna görə fərqlənən ölkələr hansılardır?
Aglomerasiyanın çoxluğu nə fərqindən öyrənmənim Hindistandır, deməli Braziliya idi deyəsən, ABŞ idi, Çin idi deyəsən, səhv eləmirəmsə. Çin, Hindistan, ABŞ, Braziliya, Meksika və Rusiya. Hə, Bu Rusiya. ölkələr aqlomerasiyaların sayına görə fərqlənən ölkələrdir. Yaxşı müəllim, aqlomerasiyalar birləşərək nə yaradır? Meqalopolis müəllim. Meqalopolis nədir? Onu da deyin zəhmət olmasa. Meqalopolis bir neçə aqlomerasiyanın kompakt şəkildə bir arada cəmləşməsi nəticəsində yaranan bir böyük bir şəhər sistemidir. Şəhər sistemidir. Təşəkkürlər müəllim, çox sağ olun. Sağ olun. Sonra Aytəc Hüseynova. Müəllim, sizdə səs exo verir. Bir də qardaşım bağlısı. Hə, ikiz bir yerdəsiz. Hə, tamam. Bəli. Dünyanın ən böyük meqalopolislərini hansıları deyə bilərsiniz? Neçə meqalopolis var? 6 dənə megapolis var. 2 ABŞ-dadır, ikisi Avropada, biri də Yaponiyada. ABŞ-da Tiflis, Sansan, bir də ki Bos var. Deməli, Avropada Reyn sahili, bir də Qara İngiltərə, Yaponiyadakı Tokaydır. Aha, Avropadakı meqalopolislər birləşərək nə adlanır? Göyqanı. Göyqanı. Yaxşı, siz mənə ABŞ-da Boston meqalopolisinə aid olan aqlomerasiyalar deyin. Deməli, Boston, Washington, New York, Baltimore, Philadelphia və Washington. Bir də Washington. Sansan meqalopolisinə San Diego, San Francisco, San Jose, bir də ki New York. Los Angeles. Los Angeles. New York şeydəydi. Washington. Tiflis hansı aiddir? Tiflis Chicago. Tiflis də mənim Chicago, Pittsburgh, Cleveland xəstəxanası, bir də Detroit. Detroit. Tokaydoya hansı ərazilər aiddir? Tokaydo deməli Tokyo, Kyoto, Osaka, Yokohama, Kobe, sonra orada 2 dənə də qəlbə var idi. Yox, Hiroshima, Nagaya. Düzdür, bunlar aiddir. Yaxşı. Qara İngiltərəyə? Sheffield, Manchester, Futbol klubları. Liverpool, Leeds. Aysa, Liverpool, Leeds'dir, Birmingham'dir, Coventry'dir, London'dur, bunlardır. Bəs Reyn boyuna hansı aiddir? Bundan neydi? Mayence, Köln, deməli Frankfurt, deməli Essen, sonra orada Duisburg var idi. Dortmund, Düsseldorf, bunlar. Aha, bəli. Aha. Göybanan meqalopolisinə hansı ölkələrin şəhərləri daxildir? Ölkələr üzrə şəhərlər deyil. Göybananda Qara İngiltərənin Reyn boyu idi. Deməli, burada Londondur, Sheffielddir. Ölkələr deyirəm, yoxsa? Hədə hər bir ölkə üzrə görsünüz, orada yazmışam da, hamısını ölkənin üzərində yazmışam. Məsələn, İngiltərədə London, Liverpool, Manchester, Birmingham'dir. Düzdür? Belçikada hansıdır? Ha, deməli? Belçikada. Ona diqqət eləməmişəm. Orada ölkənin üzərində vermişəm, mənim. Brüssellə Antwerpendir. Niderlandda Amsterdamdır, Rotterdamda Haqadır. Almaniyada Stuttgartdır, Münchendir, Reyn-Rurdur, Frankfurtdur, Nürnbergdir. Fransada Elzasdır, Mozeldir. İsveçrədə Zürihdir, Bazeldir. İtaliyada Milan, Turin, Geniyadır. Baxmamısınız onlara? Hayır, onlar kesin baxacaq. Çox böyük boşluq yaratmışsınız. Xəbəriniz var mənim? Onları davamında sizdən soruşmam, mütləq onlara baxın. Yaxşı? Yaxşı. Tamam. Smog nədir? Smog elə ki, tüstü dumandır. İstehsalda əhali insanlar tərəfindən yaradılıb. Tüstü duman. Tüstü duman. Əsasən də iri şəhərlərdə daha çox özünüzdə. Düzdür. Müəllim, su urbanizasiya nədir? Deməli, suburbanizasiyada artıq bu inkişaf etmiş ölkələrdə şəhər əhalisinin sayı artır. Şəhər əhalisi şəhərdən kənara ya da ki, kəndlərə köçür ki, bu da suburbanizasiya adlanır. Onlar sadəcə işləri zaman şəhərlərə gedir. Suburbanizasiya əsasən hansı ölkələr üçün istəyəcək? Deməli, Norveç, İsveç, İsveçrə, ümumiyyətlə Avropa ölkələrində Avstriya,
Avstraliyada var idi. Yəni inkişaf etmiş ölkələrdə belə deyək. Bəli. Aha. Bəs yalançı urbanizasiya nədir? Yalançı urbanizasiya inkişaf etməkdə olan ölkələrdə elədir ki, kənd əhalisi şəhərlərə köçür. Burada da ki, əhalinin sayı iş sayından artıq olur. Şəhərin inkişaf sürətini keçir. Bəli, keçir. Bu da yalançı urbanizasiya adlanır. Yalançı urbanizasiyanın səciyyəvi olduğu ölkələr hansılardır? Deməli, nədir? Braziliya, Venezuela, Meksika da var idi. Argentina da var idi. Latın Amerikasında urbanizasiya səviyyəsi yüksəkdir, amma yalançı urbanizasiya hesabına. Düzdür? Bəli. Türkiyənin özündədir. Yalançı urbanizasiya nəticəsində yaranan yaşayış məntəqələri var. Onlarda necədir? İqtisadiyyat, təsərrüfat necə inkişaf edir? Türkiyədə bu gecəqondular, Afrikada nədir? Bidonvil. Bidonvil, bir də Favel. Braziliyada isə Favel adlanır. Yəni sadəcə şəraiti zəif olan adi şəraitsiz ərazilərdə. Bəli, bunlar orada kənd təsərrüfatı ilə məşğul olurlar çoxu. Yəni şəhərlərə gəlsə də şəhərli həyat tərzini yaşaya bilmir. Ağır həyat şəraiti. Şəhərli həyat tərzi deyil. Bəli, ona deyilir yalançı urbanizasiya. Və yalançı urbanizasiya şəhərin eninə inkişafıdır, yoxsa dərinə inkişafıdır? Eninə. Dərinə urbanizasiya deyil. Təşəkkürlər. Çox sağ olun. Ulduz İdrisova. Ulduz xanım. Mən bir nəfərdən sual cavab verər sonra mən. Yaxşı. Onda siz uyğun olan kimi deyin də, yaxşı mən. Yaxşı, tamam. Keçdik. Sərfinaz müəllim. Bəli, müəllim. Müsaitsiz müəllim. Bəli, müəllim. Keçdik kənd məskunlaşmasına. Kənd məskunlaşmasının neçə forması var müəllim? Kənd məskunlaşmasının əsasən məsəl üçün müəllim iki forması var, qrup və dağınıq halında. Qrup. Qrup nə deməkdir müəllim? Müəllim, qrup halında yəni ki, kənd yaşayış məskənlərində daha çox Avropada, Asiyada, Afrika ölkələrində, həmçinin misal üçün başqa ərazilərdə yayılmış formada, yəni qrup halında yaşayırlar. Kompakt şəkildə yaşayırlar da, belə deyək. Kompakt şəklində, bəli. Kompakt şəkildə yaşayırlar. Kompakt şəkildə. Dağınıq. Aha. Bəli. Dağınıq formada isə demək olar ki, onlar fermer təsərrüfatı formasında, nə bilim, sonra müəyyən bir ərazini mənimsəyib orada məskunlaşırlar. Bunlar isə dağınıq formada, məsəl üçün, formalaşanlardır. Dağınıq formada. Yaxşı. Deyin görün mənə, deməli, dağınıq məskunlaşma hansı ölkələr üçün səciyyəvidir? Dağınıq məskunlaşma əsasən Avstraliyadır, Argentinadır, sonra Qazaxıstandır, Şimali Avropa ölkələridir. Bunlarda misal göstərmək olar. Avstraliya, ABŞ-dır, Kanada'da, Avstraliya, Yeni Zelandiya, Şimali Avropa ölkələri, Orta Mərkəzi Asiya ölkələri. Kanada, ABŞ-dır, bəli, müəllim. Mərkəzi Asiyada, bu da bəli, Qazaxıstandır, Şimali Avropa ölkələri və sair misal göstərmək olar. Bu ölkələrdə deməli dağınıq məskunlaşmadır, düzdürmü? Bəli, müəllim. Azərbaycanda hansıdır? Qrupdur, dağınıqdır? Müəllim, Azərbaycanda qrup formasındadır. Bəs Azərbaycanda dağınıq məskunlaşmanın yeganə olduğu rayon hansıdır? Azərbaycanda dağınıq məskunlaşmanın? Bəli. Onu bilmədim, müəllim. Necə yəni, müəllim? O video rayonu siz tanımırsınız mı? Bəlkə də yadımdan çıxdı. Müəllim, elə şey olar. Özü bizdə yoxdur axı, müəllim. Yoxdur, müəllim, bizdə yoxdur, çaşdırmır. Yoxdur, müəllim. Bizdə yalandan deyirdim də, görür də deyəcəksiniz. Bizdə qrupdur, müəllim. Daha öz deyirsiniz ki, qrupdur, sonra deyirsiniz ki, deyirəm, hansıdır yeganə rayon, deyirsiniz ki, deyirəm. Amma yaxşı çıxdınız. Yox, dediniz, inandırıcı gəldi, ona görə deyirəm. Düzdür, müəllim, bizdə qrupdur, əsasən qrupdur, düzdür, müəllim. Bizdə qrup formasındadır, müəllim. Hə, yaxşı, müəllim. Keçdik
Əhalinin seyrək məskunlaşdığı bölgələr hansı ərazilər? Əhalinin seyrək ümumiyyətlə dünya üzrə əməli. Bəli. Hansı ekstremal şəraitə malik ərazilərdə, düzdür? Bəli, müəllim, ekstremal şəraitə malik ərazilər. Yəni insan yaşaması üçün əlverişsiz olan yerlərdir. Haradır onlar? Bəli. Onlar yüksək dağlıq ərazilərdir. Səhra və Sonra yarım səhralar, səhralar. Düzdür. sonra yüksək dağlıq ərazilərdir. Səhralar, yarım səhralardır. Sonra rütubətli həmişə yaşıl meşələrdir. Çoxillik qonşuluq olan, uzaqlar olan ərazilərdir. Düzdür mənim. Bunlar. Yaxşı mənim. Eşidirsiniz? Siz mənə Bəli. Göybanan meqalopolisi nədir və ora aid olan ərazilərdir? Göybanan megapolisi mənim Avropaya daxildir. Onların adlarını mən də bilə bilmədim, fikir verməmişəm. Bayaqları müəllimə sual verdiniz. Aha. Onun adına mən də fikir Onda verməmişəm. müəllim, onun dərsdən sonra üçünü də adını əzbərləyib, öyrən. Yaxşı müəllim. Göy, Olur müəllim, yaşıl, olur. bir də Çünki sarı. Avropa ölkələri də bilirəm. Şəkili görmüşəm. Yəni ki, amma fikir verməmişəm Hə, adlarına. müəllim, mütləq öyrənin. Oldu mu müəllim? Baş üstə. Başınız var olsun müəllim. Müəllim, miqrasiya nədir? Miqrasiya, yəni mühacirət deməkdir. Mənim Aysa. miqrasiya demək olar ki, bir ölkədən, ölkə daxilində, bir ölkədən Yəni əhalinin bir yaşayış məntəqəsindən başqa bir yaşayış məntəqəsinə köçməsi. əhalinin köç etməsidir, köçməsidir. Əla. Müəllim, miqrasiya xarakterinə görə neçə yerə bölünür? Mənim immiqrasiya var, bir də emiqrasiya. Yox, xarakterinə görə Bu müəllim. ən Xarakterinə görə. Könüllü bir də məcburi. Hə, könüllü bir də məcburi, hə, Aha. xarakterinə görə bildim. Müddətinə görə. Sualı başa düşmədim müəllim. Eyb yox müəllim. Müddətinə görə. Müddətinə görə isə 3 yerə. Mhm. Bunlardan biri məcburidir. Yox müəllim, müddət. Müəllim, o könüllü və məcburi xarakterdir. Sxemi soruşuram sizdən. Hə. Sxem vermişdim orada. Hə, bəli müəllim, bəli. Mhm. Müddətinə görə daimi, mövsümi, bir də müvəqqəti. Daimi, mövsümi və müvəqqəti. Aha, istiqamətinə görə neçə yerə bölünür? İstiqamətinə görə də müəllim, biri var daimidir. Sonra yenə Yox. İstiqamət. Daxili və xarici. daxili və xarici. Xarici özü də 2 yerə bölünür. Aha. Ölkədən gedənlər kimlər adlanır? Ölkədən gedənlər emigrantlar adlanır. Ölkəyə gələnlər immigrantlar adlanır. Miqrasiyanın səbəblərini də deyin mənim, canınızı qurtar. Nəyin səbəblərini? Miqrasiyanın səbəbləri. Mənim miqrasiyanın səbəbləri demək olar ki, çox şeydən ola bilər. Yəni ki, insanlar iqtisadi cəhətdən gedirlər, məcburi cəhətdən gedirlər. Sosial-iqtisadi ola bilər, siyasi ola bilər, ekoloji ola bilər, Siyasi cəhətdən ailə gedirlər. məişət ola, müharibə ilə. Məcburi qaçqın kimi gedirlər. Bəli, aynen. Sonra Düzdür. bunlar bu formada gedirlər. Düzdür. Təşəkkür müəllim, çox sağ olun. Sağ olun müəllim. Sonra Afət xanım. Bəli, mən. Müəllim, böyük coğrafi kəşflər dövründə və 19-cu əsrlərdə emiqrasiya mərkəzi olan region. İmiqrasiya gedənlər ən çox burada Avropadan idi. Yeni ərazilər kəşf olunmuşdu. Mənim sanılması üçün Qərbi Avropadan gedənlər çox idi. Bax, böyük coğrafi kəşflər dövründə və 19-cu əsrdə emiqrasiya mərkəzi hara idi? İmiqrasiya mərkəzi hara idi? Emiqrasiyaya gedənlərin olduğu ərazidə gedən deyiriksə Avropadır, gələnlər emiqrasiya isə Şimali Avropa, Şimali Amerika. Müəllim, böyük coğrafi kəşflər dövründə və 19-cu əsrdə dünyanın əsas emiqrasiya mərkəzi və imiqrasiya mərkəzləri hara idi? Şimali Amerika regionu idi, imiqrasiya mərkəzi. Başqa? Emigrantlar da Emiqrasiya Cənubi mərkəzi Amerika dediniz idi. ki, Avropa idi. Düz dediniz. yox, Emiqrasiya mərkəzi, yəni gedənlər ən çox hardan gedir? gedənlər bəli Hardan gedirdi? Avropadan. Ayşə, emiqrasiya mərkəzi Avropa idi, düzdürmü? Bəs hara gedirdilər? Amerika yeni kəşf olmuşdu. Həmin əraziləri mənim sanılması üçün Amerikaya. Başqa? Başqa? Afrika, bir də Avstraliya. Hə, Afrika, Avstraliya. Biz yeni kəşf olunan ərazilərdə mənim ki, onlar vərdişər, onlar da sorun. Demək, əsas emiqrasiya mərkəzi idi Avropa, emiqrasiya mərkəzi Latin Amerikası,
Yəni ümumiyyətlə Amerika qitəsi, Afrika, bir də Avstraliya bölgələri. Bu ərazilər daha çox immiqrasiya mərkəzi idi. Amma bu günlərin vəziyyət tərsinədir. İndi haradır emiqrasiya mərkəzi, hansı ərazi immiqrasiya mərkəzi? Qərbi Avropa regionunda ən çox İran körfəzi. Bura Qərbi Avropa, indi vəziyyət dəyişib. İndi bayaqdan Avropa emiqrasiya mərkəzi idi, sadaladıqlarımız immiqrasiya mərkəzi idisə, indi tərsinədir. Emiqrasiya mərkəzi həmin Afrika, Latin Amerikası bölgələridir, amma Avropa isə immiqrasiya mərkəzidir. Başa düşdünüz məni? Çünki bugün Afrikadan, Asiyadan əhali hara doğru qaçır? Avropaya qaçır, Amerikaya qaçır, işləmək üçün də var. Yaxşı həyat şəraiti qurmaq üçün. Başa düşdünüz məni? Yaxşı, müəllim. Müasir dövrdə əzələ axınıdır yoxsa beyin axını? Beyin axınıdır müəllim. Amma əvvəllər necə idi? Əvvəllər əzələ axını daha çox fərqli qüvvəsinə ehtiyac duyulur. Bəli, amma indi robotlar işi görür, texnologiya işi görür. Onlara nə lazımdır? Ağıllı kadr lazımdır, ixtisaslı kadr lazımdır. Düzdür müəllim? Bəli. Yaxşı müəllim. İndi deyin görün mənə, əmək miqrasiyası deyəndə nə başa düşürük? Əmək miqrasiyası insanlar öz olduğu ölkələrdə iş ehtiyacı olur, işləmək üçün tapa bilmirlər iş, belə deyək, və başlayırlar başqa ölkələrdə iş axtarmağa və mühacirət edirlər başqa ölkələrə. Əmək axınları yaranır beləliklə. Əmək miqrasiyası. Dünyada əmək miqrasiyasının başlıca mərkəzləri haradır? Son dövrlərdə İran körfəzi sahilləri olub, neft ölkələri, ərəb ölkələri, bundan başqa Şimali Avropa idi, Orta Avropa, bir də ki, Amerika regionu. Şimali Amerikada ABŞ, Qərbi Avropa, bir də İran körfəzi. Düzdürmü? Bu regionlar əsas əmək miqrasiyası mərkəzidir. Bu regionlardan hansı mərkəzdir ki, daha çox fəhlələr, qulluqçuları özünə cəlb edir? İran körfəzi. Bəli, İran körfəzi, ağır neft sənayesi ilə əlaqədar. Qastarbeyter nədir müəllim? Qastarbeyter qonaq işçidir. Yəni gedənlər həmin ərazinin vətəndaşı olmurlar, vətəndaşlıq almırlar, qonaq işçi olaraq həmin ərazidə çalışırlar. Çünki onlar Avropa Birliyi ölkələrdə, onlara ehtiyac olmur. Düzdür? Bəli. Emiqrasiya nədir, immiqrasiya nədir? Emiqrasiya gedənlərdir, immiqrasiya isə gəlmələrdir. Daha doğrusu ola gedənlərdir. Emiqrasiya da ölkədən getmədi, immiqrasiya ölkəyə gəlmədi. Düzdür? Aha. Yaxşı. İran körfəzinə daha çox hansı regionlardan əhali axın edir? İran körfəzinə onun ərazisində yaxın yerləşən ərəb ölkələrindən idi. Bir də Cənub-Şərqi Asiya ölkələrindən səhv eləmirəm. Afrikadan da gəlir. Cənub-Qərbi Asiya. Afrikadan gəlmir. Bəli. Bəs Avropaya hansı regiondan daha çox axın var? Avropaya, məsələn, dedik ki, ən çox Qərbi Avropa ölkələri güclü inkişaf etmiş. Məsələn, İspaniya, Portuqaliya nisbətən digər ölkələr daha zəif inkişaf etmişdi Avropanın. Həmin ərazilərdən gedirlər. Avropaya müxtəlif regionlardan gəlir. Şimali Afrikadan gedənlər olur, Asiyadan, Cənubi Asiya, Cənub-Qərbi Asiyadan gedənlər. Şərq Avropadan bu regionlardan. Düzdür? Bəs ABŞ-a? ABŞ-a da Asiyadan gedənlər olur. Sonra? Avropadan. Afrikadan da gedənlər olurdu zaten. Əsasən Latin Amerikası ölkələrindən, Afrikadan, Meksikadan, bu ölkələrdən daha çox Asiyanın özündən də miqrantlar axın edir. Yaxşı. Miqrantlar siyasi statuslarına görə, hüquqlarına görə neçə yerə bölünür? Deməli, qanun Ondan gedənlər var, müqavilə vasitəsilə var. Bir də ki, qanunsuz sərhədi keçənlər. Qanunsuz miqrantlar sərhədi, belə deyək də, qeyri-qanuni şəkildə keçənlərdir. Bir də vizanın vaxtı bitib qalanlardır. Düzdür? Bəs ikisi qaldı, ikisini demədiniz. İkisini demədim. Qaçqın miqrantlar, qaçqınlar, bir də başqa ölkələrdən yox, müqavilə yox, başqa ölkədən sığınacaq axtaran miqrantlar. Sığınacaq axtaranlar. Yaxşı. Ən çox qaçqınların olduğu ölkələr hansılardır? Ən çox qaçqınlar Suriya idi. Başqa?
Ukrayna, müharibəndə çox. mən Ukraynada, Suriyada, Əfqanistanda ən çox qaçqınlar burada. Ukrayna, Suriyada mən. Düzdür. Təşəkkür Afət xanım, çox sağ olun. Ulduz İdrisova, müsaitsiniz yoxsa hələ var? Bəli, müəllim, buyurun. Necəsiz? Yaxşıyam, çox sağ olun. Təşəkkür. Hazırsınız? Bəli, müəllim, buyurun. Həm emiqrasiya, həm immiqrasiya mərkəzi olan Rusiya. Rusiya. Müəllim, deyə bilərikmi ki, Azərbaycanda suburbanizasiya prosesi yoxdur? Yoxdur. Bəli. Var yoxsa yox? Deyə bilərik ki, var mı? Haşa, niyə yoxdur müəllim? Bakıda o qədər imkanlı iş adamları, vəzifəli şəxslər var ki, gedib hamısı Bakının ətrafındakı kəndlərdə, bağ evlərində, villalarda yaşayırlar. Onların xidməti maşınları var da, gedirlər səhər-səhər, gəlirlər xidməti maşın götürür işə, işdən də qayıdırlar hara, yenə də öz bağ evlərinə. Orada təbiət qoynunda, yəni yaşayırlar. Şəhərin səsindən, küyündən, tıxacından kənarda yaşayırlar. Başa düşdünüz müəllim? Bəli, başa düşdüm. Yaxşı müəllim. Eşidirsiniz? Bəli, buyurun. Göybanan megapolisine aid olan ərazilər. Göybanan. Aha, göyə aid olanlar. Aha, Reyn boyu ilə mənim para İngiltərə Göybanana aid idi. Bəli. Şəhərlər sayım mənim. Bəli. Məsələn, İngiltərədə var idi, London idi, Manchester, Liverpool, bir də Birmingham. Bu İngiltərədə olan idi. Sonra Hollandiyada var idi, Rotterdam, Amsterdam, məhkəmə Haqa idi. Sonra Belçikada var idi, Antwerpen'dən Brüssel var idi. Sonra İtaliyada Milan, Turin, Genoa, sonra İsveçdə Zürih, Basel. İsveçdə yoxsa İsveçrədə? İsveçrədə, Zürih, İsveçrədə. Sonra Almaniyada var idi, 5 dənə Almaniyada var idi. Biri Reyn-Ruhr, sonra Nürnberg idi, sonra Nürnberg, Stuttgart. Münhen, Reyn-Ruhr, Frankfurt, Main, Nürnberg. Frankfurt, Main. Belçikada var idi, Brüssel'lə Antwerpen. Onu dediniz. Fransanı demədiniz amma. Elzasla Mozel. Mozel. Aferin. Bu Göybanandır. Bunlar dünyanın ən güclü inkişaf etmiş ölkələrinin yaratdığı bir zonadır. Düzdür. Bəs yaşıl banan hansı region? Yaşıl Polşada var idi. Sonra Avstriya, Macaristan, Slovakiya, bir də Xorvatiya ərazisində. Polşada hansı şəhərlərdir? Gdanskdan Varşava Polşada idi. Sonra Avstriyada paytaxt Viyana, sonra Macaristanda Budapeşt var idi. Bunlar paytaxtlar. Xorvatiyada Zagreb, Slovakiyada da Bratislava. Bratislava. O da Xorvatiya paytaxtdır. Bəs sarı banan, qızıl banan? Sarı banan Fransa ilə İspaniya ərazisində olan idi. Fransada Marsel idi, Lyon, Nitsa, bir də Toulouse, bir də bunlar 4 dənəsi Fransadaydı. Bir də 2 dənə də İspaniyada var idi. Valencia ilə Barcelona. Urbanizasiya nədir? Urbanizasiya mənim şəhərləşmə. Aha. Dünya əhalisi neçə faiz şəhərlərdə yaşayır? Urbanizasiya səviyyəsi dünya üzrə neçə faizdir? 57. 57%, düzdür. Yaxşı. Urbanizasiya səviyyəsinə görə ölkələr neçə yerə bölünür? Urbanizasiya səviyyəsinə görə ölkələr 3 regiona, 3 yerə bölünür. Yüksək, orta, zəif. Aha. Zəif? Urbanizasiya yüksək, Avropa ilə ABŞ idi. Sonra Kanada idi, Rusiya idi. Bunlar yüksək urbanizasiya səviyyəsi idi. Orta urbanizasiya əhalinin çox oldu. Çin, Hindistan, sonra Nigeriya var idi. Aşağıda lap zəif ölkələr, Çad idi, Laos idi, Vyetnam ərazisi, Afrika ölkələri. Bunlar aşağı urbanizasiya, Ugandadır, Efiopiyadır, Laosdur, Vyetnamdır, Çaddır, Malidir.
Çox geri qalmış iqtisadiyyat maaşdır. Əhalinin sıxlığı deyəndə nə başa düşülür? Əhalinin əraziyə olan nisbəti. Sıxlığa görə dünyada birinci ölkə. Sıxlığına görə birinci ölkə. Kiçik ölkələr də var idi. Amma onları kiçikləri saymasaq birinci haradır? Bangladeş. Bangladeş birinci ölkədir. Yaxşı. Əhali məskunlaşmasına təsir edən amillər hansılardır? Relyef idi, sonra var idi. Təbii amil, iqtisadi amil, tarixi amil. Düzdür. Əhalinin sıx məskunlaşdığı regionlar hansılardır? Sıx məskunlaşdığı regionlar hər şeylər soruşursunuz. Yüksəklik 500 metrə kimi olan ərazilər. Yox, ümumiyyətlə xəritə vermişdim. Orada qırmızı rəngi müxtəlif çalarları ilə. Cənubi, şərqi, cənub-şərqi. Amerika, Atlantik okean sahili boyu ərazilər. Avropa. Avropa özü, sonra Avstraliyanın cənub və cənub-şərq hissəsi. Bunlar əhalinin sıx məskunlaşdığı ərazilərdir. Yaxşı müəllim. Urbanizasiyanın 3 əsas xüsusiyyəti var. Hansılardır? Birinci, əhalinin demək şəhərlərin sürətlə böyüməsi. Birinci xüsusiyyət əhalinin artım sürətinin şəhərlərdə, yəni şəhər əhalisinin artım sürətinin yüksək olmasıdır. Xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. İkinci xüsusiyyət əhali və təsərrüfatın iri şəhərlərdə cəmlənməsi. Üçüncü xüsusiyyət isə şəhərlərin böyüyərək aqlomerasiyaları yaratmasıdır. Aqlomerasiya nədir? Aqlomerasiya mənim deməli, aqlomerasiya mərkəzdə nüvə şəhəri olurdu, ətrafında da peyk şəhərlər. Onlar birlikdə şəhər aqlomerasiyası yaradır. Düzdür? Şəhər aqlomerasiyası. Aha. Aqlomerasiyanın sayına görə öndə gedən ölkələr hansılardır? Sayına görə Asiya ölkələri, Hindistan, Çin. Rusiya, Amerika Birləşmiş Ştatları, Braziliya, Meksika. Bu ölkələrdir, düzdür. Məskunlaşmanın hansı modelləri var? Məskunlaşma kənd, model. şəhər, yox, model olaraq. Radial 10, bəli. 3 dənə məskunlaşma modeli var. Radial xətti, bir də sahil boyu model. Aha, radial model nədir? Radial modeli əsasən nəqliyyat yollarının kəsişdiyi ərazilərdə dairəvi formada olan model idi. Xətti sayılı magistrallar olan ərazidə olan idi. Sahil boyda dəniz idi, okean idi, körfəz idi, onların ətrafında olan. Suburbanizasiya nədir? Suburbanizasiya inkişaf etmiş ölkələrdə var idi. Əhali şəhərin kənarına şəhər ətrafı kənd və qəsəbələrə əhalinin köçməsidir. Bəli. Bu adlanır suburbanizasiya. Bəs yalançı urbanizasiya nədir? Urbanizasiya var idi. O da inkişaf etməkdə olan ölkələrdə var idi. Kənd həyat tərzi sürürdülər şəhərlərdə. Yəni sadəcə kəmiyyəti artır da. Belə deyək də, şəhərin inkişafının kəmiyyət göstəricisi artır. Keyfiyyət baxımından yoxdur. Keyfiyyət baxımından yenə zəifdir. Təşəkkürlər. Latin-Amerikada favela adlanırdı. Afrikada bidonvil, Türkiyədə gecəqondular. Gecəqondu. Bakıda da var da elə bu gecəqondular. Hə, niyə yoxdur? Mənim Bakıda o Sovetski var idi, Papanin var idi, sonra Varovski. Bu Bakının şəhərin mərkəzində o köhnədən qədim Bakıdan keçmiş, lap qədim dövrdən qalma kiçik domiklər var, bələcə həyət evləri. Həmən onlar da gecəqondular. Sonra Bakı ətrafı kəndlərdə, o əhali kənd yerlərində, həyət evlərində yaşayır. Hamısı yalançı urbanizasiyadır mənim. Abla, bu üzr istəyirəm. Gecəqondu deyəndə nəyi təsəvvür edirdim?
Üzr istəyirəm, bulmuşlar zaten. Ay, yox, yox. Ya, bəli. Yox, bəli. Yəni ancaq yapar. Yox, müəllim. Bax, məsələn, rayon yerlərindən gəlirlər Bakıda, gedirlər həyət evlərində, ucuz kirayə evlərdə qalırlar, gedirlər ağır işlərdə işləyirlər. Nədir? Onların şəhərdə gəlib yaşaması, onların şəhərli həyat tərzini yaşaması demək deyil. Adı şəhərdədir da, belə deyək də. Yəni tək Azərbaycanda da yox, yəni bir çox kasıb ölkələrdə bu tək Bakıda deyil ki, bütün yerlərdə var. O adı şəhərdə yaşayır, özü şəhərli həyat tərzini yaşaya bilmir. Şəhərli həyat tərzi isə bahalı həyat tərzidir. Başa düşdünüz? Təşəkkürlər. Aydındır mən. Bu müjdarı silin beyninizdən geçsin. Çox sağ olun. Müəllim, bir də üzr istəyirəm. Müəllim, Bakı şəhərində yalancı urbanizasiya vardı. Niyə yoxdur müəllim? Elə Bakıda deyil yalancı urbanizasiya. Bilirəm, var. Dedim, bir dənə mən səhv başa. Yox, var müəllim. Təşəkkür. Keçdik. Zəminə Əliyeva. Bəli, müəllim. Necəsiniz? Sağ olun. Siz yaxşı olun. Yaxşı olun müəllim. Hazırsınız? Bəli. Müəllim, miqrasiya nədir? Miqrasiya, mühacirət, daimi yaşayış yerini dəyişmək, sonra yaşayış yerini dəyişmək və ya dəyişmək, bir yerdən başqa yerə keçmək, rayondan rayona, şəhərdən şəhərə, ölkədən ölkəyə köçmək deməkdir. Miqrasiya xarakterini görə neçə yerə bölünür? 2 yerə bölünür, könüllü, bir də məcburi. Müddətinə görə? Müddətinə görə də 3 yerə bölünür, daimi, müvəqqəti, bir də mövsümü. İstiqamətinə görə? İstiqamətinə görə də daxili və xarici, xarici də 2 yerə, emigrantlar və bir də emigrantlar. Migrantlar, emigrantlar, düzdür? Evet. Yaxşı. Deyin görün mənə, ölkədən gedənlər kimlər sayılır? Ölkədən gedənlər emigrantlar sayılır. Gələnlər isə emigrantlar sayılır. Aha. Əgər ölkəyə gələnlərin sayı, ölkədən gedənlərin sayından çoxdursa, bu halda ölkədə nə baş verir? Gələnlərin sayı gedənlərdən çox olursa da, orada əhali sıxlığı baş verir. Yəni mexaniki artım baş verir. Bəli. Mexaniki artım baş verir, düzdürmü? Bəli. Yaxşı. Deyin görün mənə, suburbanizasiya prosesinin baş verdiyi ölkələr hansılardır? Bu ölkələr, suburbanizasiya olan ölkələr hansılardır? Bilmirəm ama, bilsədim ne sorsun? Varlı ölkələr, müəllim. Varlı ölkələr. ABŞ, Kanada, Yaponiya. Müəllim, həm emigrasiya, həm immigrasiya mərkəzi olan region, ölkələr hansılardır? Həmən, o Meksika ilə Rusiyadır. Hansı ölkələrdir ki, yüksək inkişaf səviyyəsinə malik olsa da immigrant qəbul etmir? Yəni, çox az da, çox nadir hallarda, çox az sayda immigrant qəbul edir. Sizcə hansı ölkələrdir? Onlar zəif ölkələr ola bilər. Yox, müəllim, deyirəm ki, yüksək inkişafa malikdir, amma immigranta ehtiyacı yoxdur. Qəbul eləmir. Onlar varlı ölkələr olar da, müəllim. Hansı ölkələr? Varlı inkişaf etmiş ölkələr olar. Varlı, məsələn, Qərbi Avropa ölkələri də vardır, amma onlar immigrant qəbul edir. Düzdür, amma hansı ölkələr ki, özü də inkişaf səviyyəsi yüksəkdir, amma kənarda işçi qüvvəsi qəbul eləmir, ehtiyacı yoxdur. Çünki onların işçi qüvvəsi çoxdur. Hansılardır? Bunlar. Bəli. Bunlar hansılardır? Bəli. İşçi qüvvəsi çox olanlar. Hansılardır? Siz deyin, müəllim, yadımdan çıxdı. Yaponiyanın Cənubi Koreya. Hə. Evet.
Hansılardır? Yaponiya ilə Yaponiyanın Cənubi Cənubi Koreya. Bəli, Yaxşı. Eşidirsiniz? bəli. Əmək miqrasiyasının başlıca mərkəzləri hansılardır? Nə deməli? Dünyada əmək miqrasiyasının cəmləşdiyi 3 əsas mərkəz var. Hansılardır? Üç əsas mərkəz. Bəli. ABŞ, Qərbi Avropa, İran körfəzi. Hə, bəli. Miqrantlar 5 kateqoriyaya bölünür. Hansılardır? 5 kateqoriya. Bəli. Səbəbinə görə Yox, yox. Qanuni şəkildə gələnlər, müqavilə ilə gələnlər, qeyri-qanuni şəkildə olanlar, qaçqınlar, bir də qaçqın kimi gələnlər, bir də başqa ölkələrdən sığınacaq axtaranlar. Hə. İran körfəzinə miqrantlar daha çox hansı regiondan gəlir? Ora ən çox fəhlilər gəlir. Hardan gəlir? Hardan gəlir? Latın Amerikası ölkələrindən. Yox mənim. Əsasən Cənubi Asiyadan, Hindistandan, Pakistandan, Afrikadan, Somalidən, Misirdən, bu ölkələrdən daha çox miqrantlar axın edir. Bəli. Təşəkkür müəllim. Çox sağ olun. Sağ olun. Eldar müəllim. Bəli, müəllim. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Müəllim, Peyk şəhər, nüvə şəhər nədir? Aqlomerasiya nədir? Aqlomerasiya ümumiyyətlə, yəni şəhərləşmə demək, yəni kənar şəhər, mərkəz bir şəhər olur, onun kənar ətraf ərazilər birləşir, böyük bir şəhərə əmələ gətirir. Bu aqlomerasiya, bu mərkəz şəhər, nüvə şəhər olur, onun ətrafındakı yaşayış məntəqələri, yəni digər şəhərlərdəki Peyk şəhər olur. Sağ ol. Bəs meqalopolis nədir? Megapolis yoxsa megalopolis? Megalopolis. Megalopolis, hə, megalopolis budur ki, aqlomerasiyaları birləşdiyi böyük bir şəhərlər yarasını nəhəng şəhərlər. Nəhəng şəhərlər. Polis sözü şəhər deməkdir mənim. Megalopolis yəni nəhəng şəhərdir. Hansı megalopolis? Megapolis və aqlomerasiya deməkdir. Mənim megapolis, megalopolis eyni anlayış deyil. Bir-birinə yaxın. Əvvəl megapolis verirdilər. Sonra onu bir-iki dənə də L hərfi qoşdular bölünə elədilər megalopolis. Mən şeydə oxumuşdum. Bu megapolislər, deyəsən Ahmet Məmmədovun kitabındaydı. Megapolisi aqlomerasiya kimi verir, megalopolisi verir. Bax müəllim, oxuyuram. Megapolis. Yunancadan megas böyük, polis şəhər deməkdir. Bir-birinə yaxın yaşayış məntəqələrinin bir neçə şəhər aqlomerasiyasının birləşməsindən yaranmış nəhəng şəhər. İndi bir dənəsində oxuyuram. Megalopolis. Megalopolis. Onu da oxuyuram. Megala böyük, polis şəhər deməkdir. Şəhər aqlomerasiyalarının birləşməsindən yaranmış ən böyük və mürəkkəb yaşayış məntəqəsi. Megapolis, megalopolis bir-birinə yaxın alır. Bax, ikisi də böyük şəhər deməkdir. Başa düşdünüz müəllim? Mən heç nə başa düşdüm. Nə hocam tapsam göndərəcəm bir şeydə. Mən siz Azlex'dən oxuyuram. Azlex yəni coğrafi terminlər yazılır orada. Yəni verib rahat şəkildə götür. Səndən bir terminin mənası verir. Bəli. Azlex yükləyin telefonunuza. Çox yaxşı proqramdır. İstənilən bir sözü, adını yazan kimi mənasını verir. Müəllim, köhnə 9-cu sinifin köhnə coğrafiya kitablarında da onları ayrı-ayrılıqda göstərir. Megapolis verirdilər də mənim. Köhnə kitabda megapolis verirdilər. İndi megalopolis də verirdi, mega da verirdi. Megalopolis daha belə deyək də ən böyük pik nöqtəsidir də belə deyək. Megalopolis. Yaxşı müəllim, davam eləyək. Buyurun müəllim. Aha, müəllim, siz mənə Bosfaş megalopolisinə aid olan ərazilər deyin. Həmən, Bosfaşa onların hansılara aiddir? Mən Boston'dur, Washington'dur, bundan başqa mən New York'dur, Baltimore'dur, bir dəfə deyil. Bax müəllim, mən 2011-ci ildən işləyirəm da məktəbdə. Və o vaxtı 2011-ci ildə işləyəndə dərs dediyim kitabda megapolis yazırdılar, megalopolis yazmırdılar. Bizə deyək o kitabı tapın mənə. Həmən vaxtda
megapolis yazırlar və həmin megapolislərə də bu 6 dənənin adını çəkirdik. Onları deyirdik. Bax, bir saniyə mənə. Bax, oxuyuram. Deməli, urbanizasiya səviyyəsi, dünyanın iri şəhər, deyir ki, urbanizasiya prosesinin ən yüksək səviyyəsi megalopol. Burada megalopolis verirlər. Bu neçənci ilin kitabıdır? Bir saniyə mənim, qoy görüm. Bu 2012-nin kitabıdır. 2008-in, 2009-un kitabında megapolis verirdilər. Yenə də həmin yerləri göstərirdilər. Müəllim, köhnə kitablarda yenə də həmin yerləri göstərirdilər. O megalopolis sözü sonradan yarandı. Mənim əvvəl lap köhnələrdə megapolis gedirdi. Sonradan megalopolis oldu. Başa düşdünüz? Başa düşdüm. Aha, tamam. Boş-başa deyin ayrı olanları. Mən dedim də onları da, siz yenə deyin. Dediniz, 2 dəqiqə mənim. Sadəcə fikrim orada qaldı. Deyin, onda siz boş-başı deməyin. Siz mənə Tokaydon deyin. Mən Tokaydoya hansı aiddir? Mən Tokaydoya aid olan. Mən Tokyodur, Yokohamadır, Kobe'dir. Bundan sonra mən belə bir test olsa çox rahat seçirəm. Prosta iminli belə deyim, yəni yer olaraq hamısı olsa Osaka'dır, Kasaki'dir, səhv eləmirəmsə, elə adlarını var. Mənim 2004-ün kitabı var əlimdə. Orada da megalopolis yazılır. Elə. 2004-cü ilin. Mən orta məktəbi 10-cu sinifdə oxuyan vaxtının kitabıdır. Bax, əlimdə saxlamışam bu kitabı 2004-cü ildə. Orada da yazıb ki, müəllim, urbanizasiya prosesinin ən yüksək mərhələsi neçə ilin kitabıdır müəllim? 2004-dən 2024. 21 ilin kitabıdır. 21 ildir bu kitab məndədir. 2004-dən biraz ağlayacaq. Ən yüksək mərhələsi aglomerasiya və şəhərlərin birləşməsindən əmələ gələn megalopolisdir, böyük şəhərdir. ABŞ-da Bosvaş, göllər ətrafı, Tokaydo, həmən söz, bax görün neçə ildir yazılır, eyni cümlələr, fikir verirsiniz mənə. Hələ əlimdə 2004-ün kitabıdır ya bu. Görün indi bu 2004-dən əvvəlki cümlələrdir hamısı. Hələ megalopolis kimi də götürək mənim. Tamam. Tokaydon dediniz, düzdür müəllim? Yaxşı müəllim. Deyin görün mənə yaşıl banan hansı regiondur və hansı əraziləri əhatə edir? Banan əsasən Şərq Asiyadır. Şərq Asiyadır, Şərq Avropadır. Oradan Polşanın 2 şəhəridir. Gdanskda Varşava vardır. Bundan sonra Bratislava şəhəri var. Bir də Avstriyadır. Bratislava harandır mənim? Bratislava Sloveniya. Sloveniya, Slovakiya. Sloveniyada Ljubljana mənim. Bəli, Ljubljana. Aha. Slovakiyada Bratislava, Avstriyada Viyana, Macaristanda Budapeşt, biri qaldı. Biri hansıydı? Xorvatiyada da Zaqrebdir, düzdür. Müəllim, bəs sarı banana hansı ərazilərə aiddir? Cənubi Avropa ölkələrdə əsasən burada ən çox İtaliya düşmür. Yox, İtaliyanın, müəllim, Milan, Turin, Geniya dedik şəhərləri. Yaşıl banana düşür. Müəllim, İtaliyanın şimal hissəsi var, ha? Çox yüksək səviyyədə inkişaf edib, xüsusilə də Milan, Turin, Geniya şəhərləri. Bu 3 şəhəri bir xətt üzrə birləşdirəndə bir üçbucaq formasını alır. Ona coğrafiyada Milan, Turin, Geniya üçbucağı deyilir. Bu 3 şəhəri bir düz xətt üzrə birləşdirəndə üçbucaq formasını alır. Ona deyilir Milan, Turin, Geniya üçbucağı. İtaliyanın ən yüksək səviyyədə inkişaf elədiyi bölgəsidir. İtaliyanın cənubu isə əsasən aqrar region. Fikrimi çatdıra bildim mənim? Mən bildim. Prost müəbbisi nədədir? Baxın, siz səfərində göndərdiniz PDF-də də var. Mən o kitabda da fikir vermişəm. Bu sarı bananı sarı rəng işarəliyirlər. Aysa, onlar Fransa ilə İspaniyanı əhatə edir. Bir ucu gəlib İtaliyaya. İtaliyaya dirənir, mənim, düzdür. Şəkildə dirənir, İtaliyaya dirənir. Əsas, yəni elə də nəzərə çarpan şəhərləri deyil də. Əsas orada İspaniyanın Barcelona ilə Valensiya, bir də Fransanın bilirsiniz də, Leedsdir. Lyondur, Marseilledir, bəli, bu şəhərlərini daha çox əhatə edir. Nitsadır, Lyondur, bir də Toulouse şəhərlərini daha çox əhatə edir. Orada da niyə günəşli banan deyilir, sarı banan deyilir, qızıl banan da ora günəşli zona olduğundan görə. Onun mənası odur. Yaşıl banan yetişməmiş deməkdir. Yəni inkişafı göy banana çatmayan, Qərbi Avropa qədər inkişaf eləməyən, yaşıl o anlamdadır. Sarı qızıl banan günəşli mənasındadır. Araq dənizli subtropik zona daxil mənim, ona görədir. Başa düşdük?
Tamamən. Qara İngiltərə meqapolisine aid olan ərazilər. Tamam, Qara İngiltərə Londondur, Liverpooldur, Birmingham'dir, Manchester'dir, Sheffield'dir, bunlar. Cardiff'dir. Mənim Dağlıq Kənd Məskunlaşması. Dağlıq Kənd Məskunlaşması Avstraliyadır əsasən. Onun da xüsusilə qərb tərəfi. Ondan sonra Braziliya yox, Argentinadır, Kanadadır, Şimali Avropadır, Mərkəzi Asiyadır. Bəli. Bunlar da əsas. Asan. Bəs müəllim, suburbanizasiya nədir? Suburbanizasiya ki, çox varlı əhalinin köçüb kəndlərdə deməyək, şəhər ətrafı bölgələrdə yaşamalı. Asan. Orada onlar gedib şəhər ətrafına kənd təsərrüfatı ilə məşğul olur yoxsa olmur? Təbii ki, yoxdur, məşğul. Təbii ki. Yaxşı müəllim. Həm emiqrasiya, həm immiqrasiya mərkəzi olan ölkələr. Müəllim, Azərbaycanı deyə bilərikmi ki, həm emiqrasiya, həm immiqrasiya prosesi gedir? Müəllim, düz az da olsa gedir, amma bir o qədər də tam məhsul. Əlbəttə ki, gedir. Niyə getmir? Azərbaycandan xarici işləməyə gedən yoxdur? Var. Azərbaycana işləməyə gələn işçi qüvvəsi yoxdur? Var. Amma mərkəz olaraq götürmək düzgün olmazdı. Çünki nə faiz var? Heç bir faiz. Cüzi bir faiz. Başa düşdünüz? Meksika ilə Rusiyada bu daha çox diqqət çəkir. Daha çox paya malik olur. Fikrimi çatdıra bildim mən? Aha. Miqrantlar hansı kateqoriyaya bölünür? Kateqoriyada 5 kateqoriyaya bölünür. Qanuni olan miqrantlar, yoxsa qanuni olanlar var. Bundan sonra vaxtı bitib deyəsən getməyənlər, belə bir şeydir. Düzdür. Hə. Müəllim, nüvə şəhər, Peyk şəhər, nüvə şəhər soruşdum, eləmi sizdən? Mən soruşdum. Hə. Deyin görün mənim, əhali məskunlaşmasına təsir edən amillər hansılardır? Fiziki amillər var, siyasi amillər var, iqtisadi amillər var, təbii amillər deyək də. Təbii amillərdən relyefdir, iqlimdir, bundan sonra bunlar da əsas. Su hövzələrinə yaxınlıqdır, bunlar. İqtisadi amil deyəndə sənaye nəzərdə tutulur. Yəni sənayedir, digər siyasi amillər kimi ölkədə qarşılıqdan, yəni müharibələrdən kənarda yaşayır. Əhali sıxılığına görə birinci ölkə hansıdır? Bangladeş. Dünya üzrə əhali sıxmasınlaşdığı regionlar? Şərqi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Qərbi Avropa, bundan sonra Cənubi Amerikanın şərq hissələri deyə bilərik. Afrikanın mərkəz cənub hissələri nisbətən deyə bilərik. Əsas müəllim, şərqi, cənub-şərqi, Cənubi Asiya, Qərbi Avropa da ABŞ-ın şimal-şərq hissəsi. Atlantik Okean sahili bölgələri. Tamam müəllim, bir dənə sual verim sizə. Deyin görün mənə, əhali sıxlığını necə təyin edilir? Əhalinin sayını əraziyə bölür. Yüksək urbanizasiya səviyyəsinə malik ölkələr? Bütün inkişaf edilmiş ölkələrdə, amma bunlardan başqa inkişaf etməkdə olan ölkələrdən də bu sıraya daxil olmalar var. Əsasən Cənubi Avropa ölkələri, məsələn, Çilidir, Argentinadır, Uruguaydır, Liviyanın özüdür, məsələn, Küveytin özüdür, çox yüksək urbanizasiya səviyyəsinə malikdir. Bunlarda bir də inkişaf etmiş ölkələr nədir? İnkişaf etməkdə olan ölkələrdən hansında urbanizasiya səviyyəsi yüksəkdir, amma yalançı urbanizasiya? Yəqin ki, Braziliya olar. Latın Amerikası, Asiya, Latın Amerikası regionu. Türkiyənin özündə də, Körfəz ölkələrində də elədir. Amma hansı inkişaf etməkdə olan ölkələr ki, urbanizasiya səviyyəsi yüksəkdir, amma yalançı urbanizasiya deyil? İnkişaf etməkdə olan ölkələr. Yəqin ki, Rusiya olar. Şərqi Avropa ölkələri Rusiyadır. Tamam müəllim. Siz mənə Qara İngiltərəndə deyil müəllim, canınızı qutarın. Hə, mən Qara İngiltərə meqapolisinə aid olanları deyirsiniz. Mən orada Londondur, Birmingham'dir, Liverpooldur, bundan sonra bu Manchester'dir, Cardiff'dir, Sheffield'dir, Stuttgart'dır, Köln'dür. Düzdür, düz Stuttgart'dır. Qara İngiltərəni soruşdum, yoxsa Rainbow'u soruşdum mən? Qara İngiltərə. Hə, Liverpool, Manchester, futbol klubları, London. Ancaq onunla yada saxlayacağım. Məsələ başqa işdir. Düzdür bəli. Ən yaxşısı. Ən yaxşısı. Təşəkkür müəllim, çox sağ olun. Sonra Tamara xanım. Bəli müəllim. Axşamınız xeyir. Hazırsınız? Bəli. Yalançı urbanizasiya nədir müəllim? Yəni əhalinin şəhər köçmə həyatından şəhərə deyil, şəhər ətrafı ərazilərə köçür və əsasən inkişaf etməkdə olan ölkələr üçün xasdır. Yəni ki, əhali bir o qədər yaxşı
hər şeyin təmin olunmur da. Yəni iş axtaranlar əsasən yalançı Yəni urbanizasiya. gedib sadəcə adı şəhərdə yaşayır da, yəni tam şəhərli həyat tərzində yaşaya bilmir. Okay. Tamara xanım, urbanizasiya səviyyəsi inkişaf etmiş ölkələrdə yüksəkdir, yoxsa inkişaf etməkdə olan ölkələrdə? Urbanizasiya səviyyəsi inkişaf etmiş ölkələrdə. Tamam. Bəs urbanizasiyalaşma prosesi hansı ölkələrdə yüksək sürətlə gedir? İnkişaf etməkdə olan ölkələrdə. Çünki inkişaf etmiş ölkələrdə şəhərə axın demək olar ki, dayanır. Çox zəif. Əhali əsasən suburbanizasiyadır. Şəhər ətrafı dərinə inkişaf edir, doğru, düzdürmü? Amma inkişaf etməkdə olan ölkələrdə kasıb əhali ancaq qaçır hara? Şəhərlərə. Ya paytaxt, ya limana. İş axtarmaq, Bəli, iş təhsil axtarmaq. səviyyəsini Bəli, asıl. yüksəltmək. Çünki şəhərlərdə insanların ehtiyacları ödənilə bilir. İş yerləri olur müəyyən qədər. Yəni ən azından gəlib hardasa marketdəmi, nə bilim, hardasa bir sahədə çalışacaq da, düzdür? Yaxşı. Miqrasiya xarakterinə görə neçə yerə bölünür? Miqrasiya xarakterinə görə könüllü və məcburi olurdu. Könüllü və məcburi. İstiqamətinə görə? İstiqamətinə görə, müddətinə görə daimi bölsün, daxili və xarici. Asıl. Xarici miqrasiyada ölkədən gedənlər kimlərdir? İmmiqrantlar. Ölkədən gedənlər. İmmiqrantlar, gələnlər immiqrantlar. Yox, gedən emiqrant, gələn emiqrant. Başa düşdünüz məni? Gələn immiqrantdır, gedən emiqrantlardır. Yaxşı. Qastarbeyter kimdir mən? Əsas Avropada qonaq işçilərdir. Avropada 18 milyona, 20 milyona çatılıb. Ən çox hansı ölkələrdir? Londonda. Yox, İsveçrənin Lüksemburqdadır ən çox. Miqrant işçilər, qonaq işçilər. Lüksemburqdan İsveçrədir. Ən çox oradadır. Özdə onlara vizaya zada ehtiyac olmur da. Biz iki Avropa Birliyi ölkələr. Düzdür? Yaxşı, dünyada əmək miqrasiyasının başlıca mərkəzləri. Birincisi var idi Orta və Şimali Avropa. Bura əsasən Cənubi Avropadan, İspaniyadan, Portuqaliyadan, Yunanistan, Cənubi Asiyadan, bura Türkiyə, İran misal göstərir. Cənubi Asiyadan, Hindistandır, Bangladeşdir, sonra Şimali Afrikadan, Əlcəzair, Mərakeş, sonra həm də Şimali Avropa və MDB ölkələrindən miqrant axınları baş verirdi. İkincisi isə ABŞ idi. ABŞ-a əsasən Latin Amerikasına aid olan ölkələr Kuba, Venezuela və Meksika idi. Sonra Qərbi Avropadan gəlirdilər. Bura Niderland idi, İtaliya, bir də İrlandiya və Asiyadan Tayvan, Filippin, Çindən bura miqrantlar axır edirdi. Üçüncüsü isə İran körfəzi idi. Bura əsasən fəhlələr miqrasiya idi. Hindistan, Pakistan, sonra İran, Bangladeş, Sudan, sonra Misir, Cənubi-Şərqi Asiya ölkələri bura fəhlələr şəklində axın edirdi. Asıl. Suburbanizasiyanın olduğu ölkələr. Sual vermədim ona. Yox, suburbanizasiya nədir soruşmuşdur? Suburbanizasiyanın bildik devam. Suburbanizasiyanın əsasən inkişaf etmiş ölkələrdir. İngiltərə, İsveçrə, Fransa, Kanada, ABŞ, sonra Yaponiya, Avstraliya, Avstriya. Kənd məskunlaşmasının qrup forması hansı ölkələr üçündür? Qrup forması növlər fazenda idi. Yox, o dağınıqdır. O dağınıqdır. Qrup Avstraliya idi. Gəlin belə deyək də, dağınıqları deyil mən. Dağınıq fazenda, ranço, aulo, ova, bir də latifundiya. Aha. Yaxşı, indi hansı ölkələrdə dağınıqdır? Dağınıq əsasən inkişaf etmiş ölkələrdir. Yox, inkişaf etmiş ölkə deyil. Konkret var. ABŞ-dır, Kanadadır, Avstraliyadır, Yeni Zelandiya, Şimali Avropa ölkələridir, Mərkəzi Asiya ölkələridir, Argentinadır, Latin Amerikası bəzi dağınıq ölkələrdir ki, orada dağınıq. Düzdür? Hətta bəzi yerlərdə köçəri həyat tərzi də sürülür. Harada idi köçəri həyat tərzi? Köçəri həyatı Şimali Afrika və Ərəbistanda çox az bəzi hallarda köçəri həyat tərzi sürülür. Köçəri həyat tərzi sürülürlər. Nə təri? Şimali Afrika və Ərəbistanda. Aha. Məskunlaşma modelləri hansılardır? Nə deyim?
Məskunlaşma modelləri 3 cür olurdu. Sahil boyu var idi. Daha sonra radial, bir də ki xətti idi. Radial model əhalinin nəqliyyat yollarının kəsişdiyi mərkəzlərdə əsasən dairə formada məskunlaşma modeli idi. İkincisi xətti model, hava və magistral yollar boyunca əhalinin məskunlaşması idi. Daha sonra sahil boyu, yəni əhali dəniz, körfəz, boğaz, okean sahilinin ərazilərində formalaşmışdı. Bu sahil boyu model adlanır. Sahil boyu model adlanır. Yaxşı, bir dənə də sual verəcəm sizə. Urbanizasiyanın 3 mühüm xüsusiyyəti var, onu da deyin. Bəli, birinci xüsusiyyəti şəhər əhalisinin artım sürəti yüksəkdir və ancaq burada inkişaf etmir. İqtisadiyyatı buranı inkişaf eləmir. Səhərləşmə var, amma iqtisadiyyat zəifdir. İkincisi isə artıq burada əhalinin və təsərrüfatın əsas böyük ərazi şəhərlərdə məsəl cəmiyyətdir. Əhalinin ehtiyaclarının sahədə daha mənimsənilməsi burada göstərilir. Daha çox elm mərkəzləri və istehlakçı rayonlara meyl etməsi əhalinin burada müşahidə olunur. Üçüncü xüsusiyyəti isə şəhərlərin genişlənərək bir nüvə şəhər ətrafında kiçik pey şəhərləri özündə cəmləməsidir. Bunun misal Bakı şəhəri, nüvə, Sumqayıtdır, Xırdalandır, bunları pey şəhərləri misal göstərmək olar. Həm də bunlar aglomerasiyaların yaranması səbəb olmuşdur da. Düzdür. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Aysel Həsənova. Bəli, mənim. Axşamınız xeyir müəllim. Axşamınız xeyir mənim. Aha, aglomerasiya bildik nədir? Bəs megalopolis nədir? Megalopolis isə aglomerasiyaların birləşərək yaratdığı böyük bir nəhəng şəhərlər. Aha, hansı megalopolisləri tanıyır? Dünyada 6 megalopolis var. Bunlardan 3'ü ABŞ-dadır. Bosvaj, Chipin, Sansan. Biri Yaponya'dadır, Tokaydo. Sonra Rainbow'u Qara İngiltərədə. Rainbow megalopolisdən aid olan ərazilər. Rainbow'u Liverpool, Manchester, Sheffield, sonra Birmingham. Yox. Manchester dediniz, bəli, qarışdırdınız. Hə, Main, Duisburg, Frankfurt, Main, Dortmund, sonra Köln, Düsseldorf, Stuttgart. Almanya şəhərlərini götürək də, düzdür? Bəs Qara İngiltərəyə? Qara İngiltərə, Manchester, Liverpool, Leeds, Coventry, Bosvaşa, Birmingham, Boston, Washington, sonra New York, Detroit, New York, Baltimore, Philadelphia. Baltimore. Aha, Twitsə? Chicago, Pittsburgh, Cleveland, bir də qaldı. Detroit. Aha, Sansana? San Francisco, San Diego, Los Angeles. Düzdür. San Jose. San Jose bir də. Yüksək urbanizasiya səviyyəsi malik ölkələr. 97% belə Belçika 97%'dir, sonra Küveyt 96%'dir, Avstraliyadır, sonra Qərbi Avropa ölkələridir, Cənub-Qərbi Asiya ölkələridir, Liviyadır. Bunlar da urbanizasiya səviyyəsi yüksəkdir. Bəs zəif urbanizasiya səviyyəsi malik ölkələr? Malidir, Papua Yeni Qvineyadır, Çaddır, Nigerdir. Efiopiyadır, Ugandadır, Laosdur, Afqanistandır, düzdür, bunlardır. Yaxşı, orta urbanizasiya səviyyəsi malik ölkələr? Nigeriyadır, daha sonra Çindir, Hindistandır, sonra Pakistandır, Angoladır. Bu ölkələr. Yaxşı, müəllim, suburbanizasiya nədir? Suburbanizasiya inkişaf etmiş ölkələrdə əhalinin şəhərlərdən şəhər ətrafına köçməsidir. Əsasən hansı ölkələr üçün səciyyəvidir? Əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bəs yalançı urbanizasiya nədir? Yalançı urbanizasiya isə inkişaf etməkdə olan ölkələrdə şəhərlərin genişlənməsidir. Burada əhali şəhərlərdə yaşasalar da şəhər həyatı sürmürlər də. Ona görə yalançı urbanizasiya sayılır. Burada əhali gecə qondularda yaşayır. Türkiyədə gecə qondu, Afrikada Bidonvil, Amerikada Favela adlanır. Düzdür.
Siz mənə yaşıl banana aid olan ərazilər deyin. Yaşıl banana əsasən Şərqi Avropa ölkələri daxildir. Bura Polşadan Qdansk, Varşava şəhərləri, Slovakiyadan Bratislava, sonra Macaristandan paytaxtı Budapeşt, Avstriyanın paytaxtı Viyana şəhəri daxildir. Bizə Xorvatiyada Bir də Xorvatiyada Zagreb. sarı banan. Sarı banana isə əsasən Fransanın, bir də İspaniya şəhərləri daxildir. İspaniyadan Valensiya ilə Barselona şəhərləri, Fransadan isə Marsel, Lyon, Toulouse, bir də Nitsa şəhərləri. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Pərvanə Hacıyeva. Müəllim, Axşamınız xeyir. Necəsiz? müəllim, siz yaxşısınız. Yaxşı olun. Göy banan deyin müəllim. Göy banan, Rainbow və İngiltərə əhatəsində olanlar deyirsiniz də, orada 3 dənə banan var idi. Göy banan. Ora Almaniya, İngiltərə, Belçika, Niderland bu ölkələrə, şəhərlərə aiddir. Almaniyada Rainbow, bir də paytaxt şəhəri Berlin bilirəm. İngiltərədən... Yox, Berlin ora daxil deyil müəllim. Yox, Berlin şimal-şərqi hissəyə düşmür da ora. Əsas Stuttgartdır, Münhendir, Reynsburgdur, Frankfurtdur, Nürnbergdir, bu şəhərlərdir. İngiltərədən London, Manchester, Liverpooldur, Belçikadan bir də Antwerpen adlı belə bir şəhərlərdir. Niderlandda müəllim Rotterdam idi. Yəni yadımda qalan şəhərlər buydu. Rotterdam, Amsterdam, bir də məhkəmə var, beynəlxalq məhkəmə Haqa. Haqa məhkəməsi. Eşitmişsinizsə yəqin. Şəhəri, Susiya şəhəri desən deyirlər. Aha. Sonra Fransadan Elzas idi deyə səhv etmirəm. Bir də Mozel. Bəs bu Fransa bir bana düşür. Şəhərlərin bəzi hissəsi, bəzi hissəsi də düşmür. Sarı bana düşür. Cənubdakılar sarı banana düşür. Marseille, Toulouse, Lyon, Nitsa. Bu dediyimiz şəhərlərdə göy banana düşür. Bəli. Göy banana İsveçrənin hansı şəhərləri düşür? İsveçrənin Berlin şəhəri var. Bir də yox, Zürihlə Basel şəhəri. Yox, mən onu elə özümdən dedim Berlin deyə dəqiq verim. İtaliyadan hansı şəhərləri düşür? Yox da İtaliyadan. Milan, Turin, Genoa mənim var. Milan, Turin, Genoa. Güzel. Yaxşı müəllim. Əhali məskunlaşmasına təsir edən təbii amillər hansılardır? Təbii amillər deməli bu relyef cəhətdən də ola bilər, iqlim cəhətdən də ola bilər ki, yəni ondan asılı olaraq dəyişir. Bundan başqa iqtisadi amillər, tarixi amillər, yəni əhali harda insan yaşaması üçün uyğun mühit varsa, orada sıxlıq daha çoxdur. Yox, harda ekstremal əraziləri varsa, orada seyrəklikdir. Hətta ekstremal ərazidə yaşayan insanlara xüsusi əmək haqqları təqdim edirlər ki, yaşasınlar. Bu ərazilərə, yüksək dağlıq ərazilərə aiddir. Qütb ətrafı, ekvatorial meşələr, ondan sonra bataqlaşmış ərazilər, iqlim quraq olan ərazilər var ki, orada insanlar seyrəklər. Ümumiyyətlə, yer kürəsi Buyurun, deyin, nəsə deyirsiniz? Yer ifadəsinin hamısının yer kürəsinin cəmi 7% hissəsində yaşaya bilir. Yəni, hara əlverişlisə orada. Əhalinin sıxlığı əhalinin sayının ərazi olan nisbətinə gedir. 1 kvadrat kilometrə əhali sayılır. Bu da dünya üzrə baxmayaraq ki, ərazi kiçikdir. Əlbəttə ki, orada sıxlıq çox olacaq. 16.500 manat kvadradır. Amma belə normalda ən sıxlıq 1 kvadrat kilometr Bangladeshdədir, sıxlıq daha çoxdur. 1000 nəfərdən çaylar içində, bunu bilməm, haradasa oxumuşdur. 1 kvadrat kilometr 1000 nəfərdən ilin ətrafdır. Yəni, belə bir sual var idi, bilməm, haqqı rast gəlmişəm. Ola bilər mənim. Bir də çayı, yansız çayı. Çünki onlar qədimdən məskunlaşma bölgələrdə suvarma əkinçiliyi ilə əlaqədir. Çayıdır, yansızdır, falan şey. Qədim insanlar əsasən çay vadilərini suvarma əkinçiliyi ilə əlaqədir. Bunlar da həmin çaylardır mənim. Düzdür. Yaxşı müəllim. Əhalinin kənd və şəhər məskunlaşma forması var, düzdürmü? Müəllim, şəhər yaşayış məntəqəsi deyəndə nə başa düşürük? Şəhər yaşayış məntəqəsində yəni əhalinin sayı önəmli deyil. Çünki hər ölkədə bir formalıdır. Şəhər əhalisinin sayı nə qədər çoxdursa, deməli şəhərləşmə prosesi orada çoxdur. O ölkələr üzrə müxtəlif rəqəmlər. Ən başlıca amil nə olmalıdır orada? Şəhər əhalisinin sayı mütləq olmalıdır. Bir şəhərdə yaşayan insanların sayının çox olmalıdır. Yox, şəhər əhalisinin sayı yəni fərqli ola bilər.
Amma ən Fərqlidir, əsası odur bəli. ki, işləyən əhalinin yarısından çoxu qeyri-kənd təsərrüfatını çalışsın. Bəli, qeyri-kənd əsasən xidmət sahələri, sənaye sahələri, bu kimi Bu sahələrdə sahələr çalışsın. bunlar da əsasən uyğun gəlib dünyada mənim inkişaf etmiş ölkələrə aiddir ki, bu şəhərləşmə prosesi daha çox orada cəmiyyət. Şəhər əhalisinin sayına görə birinci yerdə Mexiko gedir, ora milyon şəhər deyirlər. Milyon şəhər deyirlər. Ümumiyyətlə, əhalinin sayı milyonu keçən şəhərlərə milyon şəhər deyilir. Bu şəhərlər deyirlər, bəli, mən Mexiko'nun tədbirində 10 saxlamışdım. milyondan çox idi orada. O vaxt köhnə kitablarda elə verir. Belə bunlar. Tamam. Urbanizasiyanın səciyyəvi əlamətləri hansılardır? Urbanizasiya, yüksək urbanizasiya səviyyəsinə malik olanlar, orta urbanizasiya səviyyəsinə malik olanlar. Ümumiyyətlə, hansı müəllim? Hə, siz bunlar dediniz. Yaxşı, yüksək urbanizasiya səviyyəsinə malik ölkələri sayın. Bunlar inkişaf etmiş ölkələrdən biri. Söhbət edəsən, ABŞ, Kanada, Yaponiya, Avstraliya daha çox yüksək. İnkişafda olan ölkələrdən hansıdır? Var. Mənim Braziliya falan var idi, Argentina, Braziliya, Türkiyənin. O da şəhərlərin genişlənməsi, şəhər əhalisi sayının çoxalması, şəhərlərin genişlənməsi, şəhər kompaktlığının yaranması urbanizasiyasını ilə gətirir. O da 56,7, yəni 57%-ni təşkil edir dünya ərazisinin urbanizasiyasına. Düzdür. Məskunlaşma modelləri hansılardır? Bunu da deyin mən. 3 dənə olan müəllim, xətti model, sahili boyu model, bir də radial model. Radial model o nəqliyyat şeylərinin kəsişməsində yerləşir. Onu deyirsiniz də. Xətti model bu magistral yol sayıların ətrafı və sahil boyu modeldə nə bilim hansısa bir körfəz, dəniz, okean sahildə olan ölkələr. Təşəkkür. Təşəkkür. Nisa xanım. Bəli, müəllim. Axşamınız xeyir müəllim. Bir vaxtınız xeyir. Hazırsınız? Bəli. Meqalopolis nədir müəllim? Megapolis necə deyim, ən yüksək səviyyəyə çatmış şəhər mərkəzi, yəni aglomerasiyaların birləşərək yaratdığı şəhərlər megapolislər adlanır. Meqalopolislər adlanır. Miqrasiya nədir? Nədir? Miqrasiya Bəli. daimi yaşayış yerini tərk edərək başqa bir yerə köçməsi deyilir. Aslında, yəni daimi bir yerdən başqa yerə köçməsi, mühacirət adlanır. Aha. Hansı halda mexaniki artım baş verə bilər? Hansı halda mexaniki miqrasiyanın artması ilə? Yəni gələnlər çox olanda yoxsa gedənlər çoxdur? Gələnlər. Gələnlər gedənlərdən çoxdursa mexaniki artım. Az olduqda azalma baş verir. Düzdürmü? Miqrasiya xarakterinə görə neçə yerə bölünür? Könüllü və məcburi. Könüllü miqrasiya, məcburi miqrasiya. Aha, könüllü miqrasiyada demək, könüllü miqrasiya məcburi bildik. İstiqamətinə görə? Daxili və xaricidir. Xaricidə özündə iki yerə emiqrantlar və immiqrantlar ayrıldı. Emiqrantlar ölkədən gedənlər, immiqrantlar isə ölkəyə gələnlər idi. Bəli, məcburi miqrasiya nə deməkdir? O sürgün falan olardı bura hər halda məcburən, yəni öz istəyi olmadan sürgün eləməyi, bir yerdən başqa yerə köçməkləri elə olardı hər halda. Müəllim, müharibələr zamanı qaçqınlar düşür. Hə. Məcburidir da müəllim. Məcburən gedir. Neynəsin? Qalıb bombanın altında ölməkdənsə qaçır gedir də. Neynəsin? Bəli. Düzdür. Bu məcburi miqrasiya. Yaxşı, miqrantlar neçə kateqoriyaya bölünür? 5 kateqoriyaya bölünürlər. Ölkəyə qanuni şəkildə daxil olanlar, ölkəyə müqavilə ilə gələnlər, daha sonra qeyri-qanuni şəkildə yaşayanlar, yəni ölkədə, başqa ölkələrdə sığınacaq axtaranlar, bir də qaçqınlar. Qaçqın. Əmək miqrasiyasının cəmləşdiyi mərkəzlər. Əmək miqrasiyası əsasən harda idi onlar? Cənub-Qərbi Asiya ölkələri idi. 3 əsas mərkəz var da, miqrasiya mərkəzi. Avropa idi. Cənub-Qərbi Asiya idi. Bir də Şərqi Avropa. Yəni Şimali Afrika, Şərqi Avropa idi. Bir də Cənub-Qərbi Asiya. Şimali Amerika, Qərbi Avropa, bir də İran körfəzi. Bəli. İran körfəzində miqrasiyanın, əmək miqrasiyasının yüksək inkişaf etməsinə səbəb nədir? Yəni miqrasiya mərkəzinə çevrilməsinə səbəb nədir? Neft ehtiyatlarının olması. Neft sənayesinin güclü inkişafı. Böyük coğrafi kəşflər dövründə və 19-cu əsrdə emiqrasiya mərkəzi olan region. Emiqrasiya, yəni gedənlər. Avropa, Asiya idi, bir də Afrika idi.
Yox, əsas mərkəz Afrikadan hara gedirlər? Emiqrasiya mərkəzi əsas Avropa idi. Kəşf elədiyi ərazilərə köçürdülər. Düzdürmü? Azizim. Yaxşı, İran körfəzinə miqrant işçi qüvvəsi, miqrantlar hansı bölgədən gəlir? Axın edir daha çox. Əsasən həmin əraziyə yaxın olan ərəb ölkələrindən, İran körfəzi ölkələrindən, bunlardan başqa Hindistan idi, Pakistan idi, daha sonra Bangladeş idi, Misir idi, Sudan idi, Cənub-Şərqi Asiya ölkələrindən bura gəlirdilər. Asiya, daha çox insanlar bura işçi qüvvəsi olaraq miqrasiya edir. Düzdürmü? Yaxşı. Deyin görün mənə, bəs Qərbi Avropa regionuna əhali işçi qüvvəsi haradan miqrasiya edir? Hara mənim? Cənub-Qərbi Asiyadan. Estağfurullah, Qərbi Avropa üzrə istəyirəm. Mən Qərbi Avropaya hardan gedirəm? Bəli. Yəni insanlar daha çox ora hardan miqrasiya edir? İşləmək üçün. Hardan miqrasiya edirlər? Şərqi Avropadan, MDB ölkələrindən, Cənubi Avropadan, Şimali Afrikadan, Cənub-Qərbi Asiyadan. Hər yerdən. Əsasən işçi qüvvəsi, ixtisaslı kadrlar daha çox gedir. Düzdür? O əcələ Beynəlxalq. Əzələ axını beynəlxalq. Aha. Bəs ABŞ-a hardan gəlir? ABŞ-a? Bəli. ABŞ mənim çox yerdə. Ən çox Latin Amerikasından, Avropadan, Afrikadan, Asiyadan. Düzdür? Sizcə ixtisaslı kadrları daha çox hansı ölkələr tələb edir? Avropa ölkələri. Bir də ABŞ. ABŞ, Almaniyada var idi ki, mənim orada slaydda qeyd eləmişdiniz ki, ora necə dayanlar? Beynəlxalq ilə ixtisaslı kadr tələb edir. Bəli. Bir də mənə sual verin. Dünyada ən çox qonaq işçilərin, yəni qastarbeitlərin olduğu ölkə? Lüksemburqla İsveç idi. İsveçdə 32,9 idi, təxminən 33%. Lüksemburqda 47% idi. 47. Suburbanizasiya nədir? Suburbanizasiya şəhər əhalisinin əhalinin daha doğrusu şəhərlərə və ya da şəhər ətrafına köçürülməsi, yəni orada yaşaması. Təşəkkürlər. Çox sağ olun. Sağ olun mənim. Zülfiyə xanım. Necəsiz? Hazırsınız? Yaxşı. Getdik müəllim. Deyin görün mənə, urbanizasiya deyənə nə başa düşür? Urbanizasiya nədir? Deməli, urbanizasiya belə deyək də, inkişaf etməkdə olan ölkələr üçün, daha doğrusu yox, qarşıdırdan, şəhərləşmək deməkdir də qısa olaraq. Şəhərlərin böyüməsi, şəhər funksiyasının artması. Şəhərin böyüməsi, Aha. Urbanizasiya səviyyəsinə görə ölkələr neçə yerə bölünür? 3 yerə bölünür. Yüksək, orta, bir də aşağı. Yüksəyə misal olaraq ki, Avstraliya olsun, Yeni Zelandiyadır, Qətər, Küveyt dedik, Bəhreyn dedik. Sonra orta səviyyədən İndoneziya, Hindistan ölkələri burada. Sonra Kongo Demokratik Respublikasıdır. Sonra Paragva, Cənubi Amerikadır. Sonra aşağıda isə dedik ki, Laos, Əfqanistan daha çox özünü göstərir. Yeni Qvineya var burada, Niger var. Ölkələr əsasən. Yaxşı. Deyin görün, suburbanizasiya nədir? Suburbanizasiya deyək ki, inkişaf etmiş ölkələr çox xasdır. Burada yəni şəhər əhalisinin şəhərin ətrafına və ya da kənd ərazilərində belə deyək də, burada əsasən dincəlmək və ya da yaşamaq üçün onun hesabına formalaşır. Aha. Deməli, bax müəllim, suburbanizasiya prosesində əhali gedir kəndlər, şəhər ətrafı qəsəbələrdə, kəndlərdə yaşayır. Amma işdir, təhsil hamısı şəhərlə bağlıdır, düzdürmü? Yadımdan çıxıb qeyd eləməmişəm, indi amma onu qeyd eləyərəm PDF-ə. Belə həyat tərzinə nə deyilir? Yaşayışı kənd yerindədir, kənd və qəsəbədə, iş təhsil şəhərdədir. Rəqqasvari həyat. Rəqqasvari. Rəqqasvari. Bəli, rəqqas. Daim hərəkətdədir də. Bəli. Rəqqasvari daha doğrusu, rəqqasvari hərəkət. Rəqqasvari elə yazırlar. Rəqqasvari hərəkət deyirlər buna. Yəni iş təhsil şəhərin mərkəzindədir, amma yaşayış kənardadır. Bəli, onlar işləmişdir.
Hə, o köhnə kitablarda yazırlar. Yadımdan çıxıb qeyd eləməmişəm. Maraqlı məlumat kimi qeyd edəcəm onu. Yaxşı müəllim. İnkişaf etməkdə olan ölkələrdə deyə bilərikmi ki, suburbanizasiya prosesi baş vermir? Baş vermir, yol verir. Yəni oranın da milyonçu şəhərləri var. Milyonçu şəhərləri var. Orada yəni yaşayanlar da belə deyək də gedə bilər. Oranın da varlı sakinləri var da təbii ki. Bəli. Onlar da istifadə edə bilərlər. Əlbəttə ki, onlar da. Adi Bakının özündə də var. Bəli. Bakıda da hər yerdə var. Şəhər ətrafı. Yəni varlı olan üçün kənar alternativ olaraq kənarda səs-küydən qaçmaq üçün həftə sonları deyək. Həftə sonları yox, ay müəllim, hər gün. Elə bir ki, nə tər, gedir evi oradadır, gedir işə, xidməti maşın götürür, aparır işə, qayıdır axşam tezdən eve. O da ola bilər. Bəli. Yaxşı müəllim, deyin görün mənə kənd məskunlaşması neçə forması var? 3 formada kənd məskunlaşmasının. Bəli. Qrup və dağınıq formada. Qrup demək olar ki, hər yerdə, əsasən Avropa, Asiya, Afrika ölkələri, yəni dünyanın çox yerinə xasdır, amma dağınıq ən çox Avstraliya ola bilər, Argentina var, Kanadanın ərazisində, sonra Qazaxıstan ərazisində. Dağınıq nə deməkdir mənim? Necə yaşayır? Dağınıq, yəni mən onu belə başa düşürəm ki, İsmail, məsələn, qrup şəklində daha çox küçələr mövcuddur. Yəni, biraz... Mənim hansı rayondansınız? Birinin evi buradadır, 5 kilometrdən sonra birinin evi. Hansı rayondansınız? Məsafəlidir. Ağstafa Qazaxıstan. O görürsünüz kənd cəmaatı hamısı bir-birindən qonşudur, bir-birinə yaxın. Düzdürmü? Bəli. Bu qrupdur. Amma Avstraliyada o qədər seyrəkdir ki, məskunlaşma. Məsələn, ən yaxın qonşu bir-birindən bəlkə də 10-20 kilometr məsafədə yerləşir. Hətta Avstraliyada o kənd məskunlaşmasının o dağınıq olduğu ərazilərdə təhsil də distant gedir. Deməli, hətta məsəl üçün dərslər onlayn şəkildə keçirilir, distant formada, məsafədən. ABŞ-da elə bir sənədi tipə baxmışdım. Öz orada təsərrüfatlar öz üçün maşallah belə deyək. Hər şey qurur. Dağda yaşamağına bax, hər cür şərait var. Hər şəraiti bəli. İşi də oradan idarə edir, müəllim. İşi də oradan idarə edir. İşini də oradan idarə edir. Üstəgəl də yaşayır da orada, təbiət qoyunu, belə deyək. Tamam. Təşəkkür müəllim. Çox sağ olun. Necə? Sağ olun, ona görə deyim. Axıra qalmışam, gəlin dəfə başlamışdır. Hətta elə bildim ki, unutmuşsunuz dedim. Yo, verin bir iki dənə sual müəllim. Olar mı yəni? Hə, niyə olmur ki müəllim? Problem deyil. Tamam. Yaxşı, megalopolis nədir müəllim? Deməli, belə deyək də, bir neçə aqlomerasiyanın birləşməsi, belə deyək. Aqlomerasiyanın da özü nüvə şəhəri və onun ətrafındakı köy şəhərlərdir. Yəni bu birindən və bunlarda mən ona atom və hissəciklərin quruluşması. Mərkəzdəki şəhər nədir? Nüvə şəhəri. Ətrafındakılar? Qeyq şəhərlər sayılır. Asıl. Göy bananı deyin mənə. Deməli, göy banan dedi ki, Qərbi Avropanı əhatə edir, Reyn boyu və Qara İngiltərə deyirik əsasən. Deməli, Reyn boyu burada da ən çox Almaniyanın şəhərləri, Maindir, Duisburgdur, Dortmunddur, sonra Köln'də Essen şəhərləri. Sonra İngiltərədən isə London, Sheffield, sonra Manchester, Liverpool. Futbol komandası. Onlar sonra orada vardı Birmingham, sonra İtalya'dan Genua'da, Turin, Milan, sonra dedik Fransa'dan Mosel, Elzas şəhərləridir. Sonra İsveçrədə Zurich var idi, Basel var idi. Bir də Belçikada Brüssel şəhəri yadında yana. Belçikada Brüssel. Niderlandda Brüssellə Amsterdamla, bəli, Rotterdam. Bir də Haqa şəhəri. Haqa şəhəri, bəli. Niderlandda Haqa, beynəlxalq məhkəmə. Yaxşı müəllim, siz mənə sarı banan da deyin. Sarı banan eyni zamanda dedik günəşli banan hesab olunur. İspaniya, Fransanı əhatə, günəşli ərazi banan qarışdırıb, əhatə olunur. Burada da İspaniya ilə Fransanı, İspaniyadan Valensiya ilə Barcelona şəhərlərini, Fransa isə Toulouse, Marsel, bir də Nitsa, bir də var idi. Lyon. Bir də Lyon şəhəri. Lyon şəhəri. Yaxşı, yaşıl banan da deyin mənim. Yaşıl banan
deməli, Şərqi Avropa ərazisini əhatə edir. Polşada Qdanskla Varşava şəhərləridir. Çexiyada orada Braslav, sonra Macarıstanın özündə Budapeşt şəhəri, Xorvatiyada Zagreb, bir də Avstriyada Viyana şəhəri. Təşəkkür, çox sağ olun. Dilarə xanım. Deyəcəyini dinləyəcəyim. Yox, mən dinləyici deyiləm. Bundan ilk dəfə də axıra qaldım. Yenə, ay Allah, hamı çatan deyir axıra qalıram. Valla mən dünən axırdan ikinci ketirdim. Həqiqi deyirsiniz, tamam mən. Gələn bu dəfədən. Gələn dəfə bas. Olar. Valla unuduram müəllim, həqiqətən. Yəni o bilirəm ki, Rəşad yazıq hər dəfə axıra qalırdı. Diqqətimi çox çəkdi. Ona görə onu bu gün qabağa saldım. Tamam müəllim. Gələn dərsdə mən yadıma salın, önə salaram sizi, yaxşı? Tamam Dilarə xanım. Davam edək, başlayaq. Deyin görün məskunlaşma modelləri hansı neçə yerə bölünür? Neçə cür məskunlaşma modeli var? Məskunlaşma modeli 3 dənədir. Qədim suvarma əkinçiliyi rayonları. Yox, mən məskunlaşmaya təhsil edən amil soruşuram, modeli soruşuram. Radial. Mən modellər 3 dənədir. Radial model, xətti model, sahil boyu model. Sahil boyu model mənim adından görüldüyü kimi okean, körfəz, dəniz sahillərindədir. Xətti modeldə çayların sahillərində və yaxud yolların, avtomobil yollarının, dəmir yollar boyunca əhalinin məskunlaşmasıdır. Radial modeldə mən dairəvi şəkildə nəqliyyat yollarının kəsilməsində olan dairəvi modellər. Əhali məskunlaşmasına təsir edən amillər hansılardır? Təbii amillər, mənim iqtisadi amillər. Bir də relyefdə mənim relyef baxımından. Təbii amillər dedikdə relyef, iqlimdir, torpaqdır, düzdür? Şərq yarımkürəsində dünya əhalisi neçə faiz məskunlaşır? Necə mənim? Dünya əhalisi neçə faiz şərq yarımkürəsindədir? Mən deməli 90% mənim şimal yarımkürəsindədir. 85% şərq yarımkürəsində. Əhalinin sıxlığı nədir? Əhalinin sıxlığı ərazinin sahəsindən nisbətdir. Əhalinin ən sıx məskunlaşdığı ərazi mənim Bangladeshdir. Bəs mikrodövlətlər nəzərə alınsa birinci hansıdır? Mikrodövlətlər olsa mənim ərazisi kiçik olduğuna görə Monaqonu götürmək olardı. Birinci yerdə olur. Düzdür. Bəli, qədim suvarma əkinçiliyi rayonları hansılardır və orada əhali məskunlaşma, niyə sıx məskunlaşır? O dövrdə mən qədim suvarma əkinçiliyi, Hind qarqovalığı, Mesopotamiya, sonra Yava adası, Hintin adası. Bir də böyük Çin düzənliyi həmən. Niyə görə burada əhali sıxdır? Burada əhali sıx olmasına səbəb nədir? Mən çayların vadisində, çayların sahillərində yerləşməsi o dövr üçün əsas əkinçilik üçün yararlı sahə kimi oralar götürülürdü. Bir də düzənlik əraziləri idi onu. Aha. Bəs əhali məskunlaşmasında sənayenin təsiri necədir? Bəli, sənaye burada yüksək sənaye sahələri olan Avropa, Şimali Amerika, köhnə sənaye rayonlarında. Bəli, burada əhali sıx olmasına səbəb sənayenin yüksək inkişafıdır, Yaponiya. İnkişaf etməsidir. Məskunlaşmaya təsir edən tarixi amillər necədir? Özü necə göstərir? Bu sahil boyu ərazilərdədir əsasən. Bura səhv eləmirəmsə Afrika, Avstraliya, bir də tarix boyu əhali daha çox sahil boyu ərazilərdən daxilə doğru irəlilir. Tarix boyu orada məskunlaşıblar. Həmçinin nəqliyyat yollarının üzərində yerləşən ərazilər tarix boyu məskunlaşıb, sıx məskunlaşıb. Nəqliyyat qovşaqlarında bu ərazi müharibə hərb belə yolu. Məsələn, İpək yolu belə buna misal göstərə bilərik. Əlbəttə ki, bəli, tarixi məskunlaşma kimi deyə bilərik. Yaxşı mənim. Urbanizasiya nədir? Urbanizasiya şəhərləşmədir mən. Şəhərlərin birləşməsi. Şəhərlərin böyüməsi, şəhər əhalinin sayının artması. Urbanizasiya səviyyəsinə görə ölkələr neçə qrupa bölünür? 3 qrupa bölünür. Mən urbanizasiya səviyyəsi yüksək olanlar bura inkişaf etmiş ölkələrə aiddir. Amma mənim Latin Amerikası ölkələrini də, Ərəb ölkələri, Birləşmiş Ərəb Əmirliyini, Küveyti, Bəhreyni də bura misal göstərə bilərik. Bir də urbanizasiya səviyyəsi orta olan ölkələr, bura Hind-Çin yarımadasında olan ölkələri, Pakistanı, Çin, Hindistan,
bir də İndoneziyanı göstərə bilər. Bir də urbanizasiya səviyyəsi aşağı olan ölkələr Vyetnam, Laos, Etiopiya, Sudan. Bunlar çox geri qaldı. Urbanizasiya səviyyəsi. Əfqanistan da deyildi. Aha. Megalopolis nədir müəllim? Megalopolislər mənim şəhərlərin birləşməsi megalopolislər. Hansı megalopolisləri tanıyırız? Hansı megalopolislər? Bəli. Mən 6 dənə megalopolis aydınlar ki. Bəli. Ərzəkli kitim mövzunu verir. Mənim abimi heç sevmirəm onlar. ABŞ-da hansılardır? Bunlar məndən soruşdu. Mən onlara qarışdırıram. Yalan deyərəm. Mənim onları deyə bilmirəm. Yaxşı müəllim. Bilmirəm, amma qarışdırıram. Yaxşı müəllim. Miqrasiya nədir? Miqrasiya əhalinin köç etməsində daimi yaşayış yerlərini dəyişməsi. Miqrasiya xarakterinə görə neçə yerə bölünür? 2 yer. Könüllü, bir də məcburi. Müddətinə görə? Müddətinə görə də daimi, müvəqqəti, bir də mövsüm. İstiqamətinə görə? İstiqamətinə görə də mənim. Daxili və xaricidir. Elə deyilmi mənim? Xaricidə emigrantlar, bir də immigrantlar. Ölkəni tərk edənlər emigrantlar, ölkəyə gələnlər immigrantlar. Bəs səbəblər, miqrasiyanın səbəbləri hansılardır? Səbəbləri var, mənim siyasi səbəbləri var, ekoloji səbəbləri var, ailə məişət zəminində, bir də sosial zəminində səbəblər var. Təşəkkürlər. Çox sağ olun. Siz sağ olun. Dürdanə xanım. Salam mənim. Axşamısınız. Yorulmadınız. Mən az da bu 4-cü gün biraz gec qoşuram da biz dərsdən gəldim. Tamam. Hazırıq. Bəli, buyurun. Müəllim, siz mənə megalopolis nədir onu deyin. Mən şəhər aglomerasiyalarından bir yerdə toplanması və çoxalması nəticəsində, yəni bir neçə aglomerasiyanın belə deyək, birləşərək yaratdığı iri şəhər məskunlaşma mərkəzləri. Sağ olun. Ən böyük megalopolislər hansılardır? Yəni dünyada neçə megalopolis var? 6 megalopolis var, o çağırışda deməli Bosfor, göllər ətrafı və ya Çitviz. Onu biz Sakit Okean San Francisco belə bir gedirdi, mənim əvvəlki kitablarda elə idi. Sakit Okean, Sansan və ya Sakit Okean sahilə gedir də, düzdür? Yəni, elə gedir. Sonra ikisi Qərbi Avropadadır, bunlardan Reynburg və Qara İngiltərə. Bəli. Bir dənə də Yaponiyada da Tokaydı. Tokayda megalopolisi. Yaxşı, Tokayda megalopolisinə aid olan ərazilər hansılardır? Tokyodan başlayıb, əsasən iri və liman şəhərlər var. Tokyo var idi. Sonra Kobe var idi. Kyoto şəhəri var idi. Sonra Nagasaki var. Yox, Nagoya var. Hiroshima var. Hiroshima şəhərlər var. Yaxşı müəllim. Kawasaki şəhəri var. Yaxşı, göy banan hansı ərazilərdir? Mən bu göy banan əsasən Reynburg və Qara İngiltərənin birləşməsindən yapılır. O əsasən deməli Qara İngiltərədə biz götürsək, deməli başlayacaq Londondan, sonra orada Manchester var idi, Liverpool var idi, Nottingham var idi, Birmingham var idi. Sonra Reynburg'dan da götürsək, əsasən Dartford, Düsseldorf bir də var idi. Düsseldorf, Duisburg, Essen. Sonra orada var idi Haga şəhəri, sonra Belçikada Berlin, Belçikada dövlət, Brüssel, Antwerpen. Brüsselə üzrüsəyəm, Brüssel, Belçikada Brüssel. Sonra orada... Yaşıl banan deyil müəllim. Fransada da. Fransada hansı idi müəllim? Elzasdan Mozel. Elzas, Mozel. Aha, bəs yaşıl banan? Yəni, yaşıl banan əsasən bu Şərqi Avropa ölkələrini həyat edir. Məsələn, Polşa ərazisindən Varşavan və Gdanskı demiri var. Sonra Bratislava var idi orada, Avstriya, Viyana var idi, Budapeşt var idi, bir də var idi,
Xorvatiyada, Zaqrebdə. Zaqreb. Yaxşı müəllim. Siz mənə qrup məskunlaşmasını deyin. Mən